Yaxşı sualdır mənim. Özü çox maraqlı və aktual sualdır. Əlbəttə ki, uzun illər fəaliyyət göstərən bir həkimin də bir uğursuz əməliyyatı ola bilər və yaxud xəstəsi həyatını itirə bilər. Baxın, hər bir əməliyyatın, mən cərrah kimi deyirəm, hər bir əməliyyatın uğurla başa çatması üçün təkcə cərrahın professionallığı kifayət etmir. Bir sıra şərtlər bunun üçün ödənməlidir. Və əlbəttə ki, onların başında həkimin təyinatları durur, həkimin cərrahi taktikası durur və eyni zamanda xəstədən də asılı olan şeylər olur. Bu təyinatları necə riayət edir məsələsi var. Və yaxud hər hansı bir cərrah bir xəstəliyə görə əməliyyat edir, ancaq ölüm başqa bir səbəbdən doğa bilir. Bu demək deyil ki, həmin cərrah həmin əməliyyatı uğursuz həyata keçirir. Və dünyada elə bir şey yoxdur ki, bütün əməliyyatlar uğurla başa çatmalıdır. Ən sadə əməliyyatlardan belə ağırlaşmalar ola bilir, statistika var. Ən sadə manipulyasiyalardan belə adi əzələ daxili, dəri daxili, vena daxili inyeksiyalardan belə ağırlaşmalar ola bilir. Bu qaçılmazdır. Ancaq burada bir faiz məsələsi var. Əlbəttə ki, uğursuzluqların sayı artdıqda, əlbəttə ki, həmin həkimin professionallığına şübhə etmək olar. Ancaq həmin həkimin fəaliyyətində uğurlu əməliyyatlarla nəticələnmiş hallarla bir uğursuzluğu müqayisə etdikdə burada bir nəticə çıxarmaq olar. Əslində həkimlərin fəaliyyətinə həkimlər qərar verə bilərlər. Hətta həkimlərin hamısı yox, həmin sahənin mütəxəssisləri qərar verə bilərlər. O ki, qaldı müalicə işində uğursuzluqların ictimailəşdirilməsi, bu doğru deyil, doğru yanaşma deyil. Və ayrı-ayrı insanların bu haqda fikir yürütməsinin də tərəfdarı deyiləm. Bir həkimin, tutaq ki, bir uğursuz əməliyyatına qərar vermək üçün məhkəmə tibbi ekspertizası var və professional bir heyətin, şuranın qərarı olmalıdır. O, çox ciddi araşdırılmalıdır bu hal və ondan sonra qərar verilir ki, bəli, burada bir həkim səhvi var, yoxsa yox. Məsələn, hətta ən inkişafləmiş ölkələrdə statistika var da, indi mən bir ölkə adı çəkməyim, hər il bir ölkədə 300 mindən çox insan bu və ya digər səbəbdən həyatlarını itirirlər. Ancaq ki, bu səbəbləri hamısını önləmək də mümkün deyil və bunu hamısını bir həkimin üzərinə qoymaq da düzgün deyil. Əlbəttə ki, həkimlik peşəsində, xüsusən cərrahlıq peşəsində səhvlər olur əlbəttə ki. Həkim də bir insandır, cərrah da bir insandır.